Ya Allah. Xoş xəbər versən inşallah. Gözəl qızım, sən çöldə gözlə də bizi. Qalsın da, o da eşitsin, sevinsin. Çöldə gözləsə məsləhətdir. Sən niyə ağlayırsan? Dərman içsən keçməz? Nə keçməz? Başın ağrımır bəs. Yox, başım ağrımır, niyə ki? Haran ağrıyır bəs? Bırak. Ürəyin? Hə, ürəyim. Elə bu. Sən niyə buradasan bəs? Anamgil həkimlə danışanda eşitdim. Saçlarım tökülür. Çox təəssüf ki, xəstəliyi günü-gündən artır. Bəs necə eləyə doktor? Bir çıxış yolu göstərin də bizə. Necə yəni? Elə şey olar? Hər şeyin bir çarəsi olur da, bunda bir çarəsi olmalıdır. Qardaş, bu xəstəliyin kökü uşaq ana bətnində olarkən qoyulub. Bu insanlar elə bilirlər ki, uşaq ana bətnində olarkən heç nə görmür, heç nə eşitmir. Amma elə deyil. Ana qorxu içində yaşayanda, təhqir olunanda, söyləndə, bədəni fiziki zərbələr alanda onun beyni bədəninə zəhər ifraz eləyir. Ağır stres hormonları birbaşa o məsum körpənin qanına keçir. Uşaq daha doğulmamış, onun sinir sisteminin təməli qorxu və gərginliklə artır. İmmuniteti də hələ bətnindəykən qırılır. Bu gün də o uşaq illər öncə anasının bətnində çəkdiyi acının o çarəsizliyin bədəlini ödəyir. Yəni kimsə o vaxt öz qadınını yox, öz gələcəyini, öz qızını döyürmüş. Amma anam bilirsən mənə nə dedi? Nə dedi? Heç vaxt ümidini itirmə. Sağalacaqsan. Mən də ona inanıram. Bilirəm ki, bir gün sağalacam. Amma narahat olmayın. İnşallah biz bu xəstəliyə qalib gələcəyik, uşağı da xilas edəcəyik. Amma siz o travmaları, acı bir keçmişi necə müalicə edəcəksiniz, bax onu bilmirəm. Sən də ümidini itirmə. Yaxşı? Yaxşı. Gəlin həftənin ikinci gün gələrsiniz. Dur gedək.